1948-ci ildən Xəzər dənizinin qərb sahilindəki düzənlikdə ilk tikinti işləri aparılır və 1949-cu ildə yeni tikilən məkana nəhayət ki, şəhər statusu verilir. Bura əhalisinin sayına və ərazisinə görə Azərbaycanın 3-cü böyük şəhəri sayılan Sumqayıt idi. O Sumqayıt ki, zavodları, zəhmətkeşləri ilə bütün Sovet İttifaqına səs salmışdı. Şəhərinə şeirlər, nəğmələr qoşulur. Mahnının yarandığı gündən təxminən 70 il vaxt tutub. Dövr dəyişib, tələblər də. Mahnının səhnə ömrünə yeni ifaçılar əlavə olundu. Təzə versiyalar yarandı və hər yeni ifaçı artıq bu şəhərin simvoluna çevrilmiş Sumqayıt mahnısını yenidən yaddaşlara həkk etdi.